Keçdi işləyə. Başla. Sabah Səbail qarşılaşmasında. Sərin bir şey. Səbail 2 dəfə oyunun gedişatında hesabda önə keçsə çox də, gözəl qələbəyə yaxın olsa da, Sabahdan mükəmməl geri dönüş, comeback. Səbailin momentləri də var idi ya. Çox möhtəşəm oyun idi, həqiqətən də gözəl oyun idi. Yəni hətta Sabah qələbə qolunu 90+3-cü dəqiqədə vurdu. Mətbuat konfransında təbii ki, nəticədən razı qaldığını vurğuladı Rusiyalı mütəxəssis. Eyni zamanda hər oyunda 2-3, 2-3, ən azı 2 top buraxdıqlarını vurğulayır ki, müdafiədə ciddi problemlər var Sabah komandasında. Hətta deyilənə görə əgər kubokda Neftçini keçməsələr belə, Avrokuboklara düşməsələr belə, Maqsud Adıgözəlovun fikrincə, onun sözlərinə görə Berezutski qalacaq komandada, növbəti mövsümdədir. Yəni, güvən, inam var bu mütəxəssisə. Ümumiyyətcə, belə oyunlar olanda çempionatda, bundan qabaqçı turlarda da yadındadır İsmail. Hansı ki, bol qollu keçirdi oyunlar. Orada da comebacklər, hansı ki, 2 dənə oyunda comeback oldu. Elə bundan əvvəlki turda da. Bu oyunun özündə də. Yəni, Neftçinin oyunu. Gələndə baş məşqçi Berezutski vurğulayır ki, hər oyun məsələn, bir dənə, 2 dənə qollar buraxırlar, müdafiədə səhvlər eləyirlər. Tək o komanda deyil də, Sabah deyil. Çempionatda tək-tük komandalar var ki, hansı ki, doğrudan çempionat boyu qapısını az bir, düzdür, təhlükəli vəziyyətlər, müdafiə planında... Rəqibə az qol şansı verir də. Araz Naxçıvan 3 dənə buraxdı, 5 dənə buraxdı, nə bilməsə beləsin, odur. Araz Zirə Qarabağda ən az qol buraxanlar. Müdafiədə hansı ki, doğrudan da çalışırlar səhvləri minimuma yetirilər. Komanda şəkildə bunu eləyə bilirlərsə, bunu tək-tük komandalar var. 200 dənə komanda var. Amma çempionatın başlanğıcından yadındadırsa İsmail heç şey də gəlməmiş, Berezutski gəlməmiş. Ondan qabaq da ilk 5-6 turunda Sabahın 2 futbolçusu Mikkelsen Sekidika, Bombardilər yarışında o da vurur, hərəsinə 6 gol, 7 gol. Yəni hücum planında komandada heç bir problemlər yoxdur. Hansı ki futbolçular var ki, doğrudan da müdafiədə doğrudan da ciddi problemlər var. Məsələn, nəyəsə konfet eləyə bilir də, başa düşdün? Şou görsədib, nəsə bir nəfər, 2 nəfər alladıb, doğrudan da... Yəni, yeni qapıçının transferi belə xeyirli olmadı da. Ötən mövsümdə yenə Yusif İmanov dururdu qapıda. Yusif dururdu, Yusif dedi bizim Azərbaycanımız da, o da... Qazaxstanlı Kipr, amma o da... Amma yenə də, yəni o moment qapıçıya baxmır. Elə moment var ki, qapıçı doğrudan da məsələn kömək eləməlidir. Elə moment da var ki, o bundan qabaq Sabah oynayırdı şeylə, Tovuzla, Tovuz Kibrudan da səfərdə. Bəli. Qurban Berdiyevin cəzalandığı oyun. Çıxdı, başında alınan vurdu. Belə interesli, belə PlayStation qoluna oxşuyurdu. Baxanda yəni ki, hansı ki, qapıçı gətirirsən, qapıçı çıxıb sənə komanda var, kömək eləməlidir və komandaya güvən gətirməlidir. Sən güvənib komanda qapısını gətirirsən və qapıçı hardasa özündən, öz potensialından da aşağı səviyyədə çıxış eləyəndə, o komandanın oyunçularına da mənfi təsir göstərir. Sən hesabda irəlidə təkcə qapıçı sevgilərinə görə seçilmir, fərqlənmir. Sənin müdafiə ilə anlaşman, onları idarə eləmək. Keçən səfər verilişdə də danışırdıq. Kamran necə idi oynayanda, klubda da, millidə də elə 90 dəqiqə dayanmırdı, danışırdı. Onu orada deyirdi, buradan hücumçuya belə qışqırırdı oradan ki, ay nə bilim, Lankəs, nə bilim, Oktay Daraloğlu ilə bir yerdə o vaxt elə oynayanda, elə bəlkə Oktaya deyirdi ki, Oktay sağını bağla, soldan gəlir, nə. Yəni, daha ona çatdırır. Danışmalı da, qapıçı daim danışmalı. Biz bilmirik, danışmır. Söhbət ondan gedir ki, doğrudan da özlərində həmin o güc, o inam son dəqiqələrdə ki, komanda baxırsan, atak edir, atak, o moment girmir. O içərdən o futbolçunun içindən o gələn o kütüyo vardı, hiss var ki, deyirsən, yox, bir dənə deyir. Elvin Məmmədovun sözündə həqiqət var ki, son saniyələrdə, dəqiqələrdə bizim büdrəməyimiz, toplar buraxmağımız yorğunluqla əlaqəli idi. Artıq gücü tükənmişdi. Yəni, nə Elvin Məmmədova, nə Sabailə bu oyuna görə heç kim bir söz deyə bilməz. Çox gözəl, möhtəşəm oyun oynadı komanda. Sadəcə olaraq olur da, 90 əlində olan material bunu bacarır da günü bugün. Başqa neynəsə? Əlində olan materialla 100-ün üzərində 200-lük oyun göstərdi Sabail. Bəli. Yəni, söhbət materialdan gedmir, üzr istəyirəm, yəni material deyəndə indiki vəziyyəti nəzərə alsaq, bu vəziyyətə görə 100-ün üstündə 200-lük oynadılar. Oyunçular zəifdir. Çəpəzdən daldadılar. Ən azından Perviligaya düşəcəyik, nə bilim, belə elə. O oyuna çıxanda sənin beynində elənsin. Əslində Kəpəz bu keçən tur qarantiləyə bilərdi, yəni bu şeyə qalmağı.
Amma Eləyə belə bilmir. oldu ki, Premyer Liqada şeydir, Şamaxı garantiya elə. Opşi oyun baxımından da belə danışsaq, doğrudan da yəni maraqlı oyun oldu. Çox Və maraqlı. beləsinə bol qollu da olanda intriqa da çox olur. O vurur, o bu rəqib komanda vurdu. Deyirsən ev komandası indi vuracaq, orada bura keçir. Bərabərləşdirir, bu oyuna keçir. Yəni hansı ki elə bil İngiltərə Premyer Liqasına baxırsan və yaxud da İspaniyanın La Liqasına baxırsan, Real uduzur, təzədən vurur, təzədən geri düşür, təzədən vurur. Hardasa oradakı futbol daha sürətlidir. Oradakı kameralar daha başqa cürdür, bizə başqa cür gəlir. Onu demək istəyirdim ki, amma bu da eyni şey elə bil həmin bu da Azərbaycan variantındadır. Bax, mən sizə bir söz deyim, əziz dostlar. Yəni hər halda mənimlə razılaşarsınız. Ruslan 100% görüb bunu. Mən demək istədim ki, yaxşı oyunçusan sən. Yaxşı. Razılaşarsınız. Razılaşıram. Yəni baxın da, belə alınıb ki, mənim həyatımda mən bir çox xarici ölkələrdə oyunlara getmişəm. Futbola baxmışam. Bax, inandırım sizə, ora gedib canlı baxırsan, deyirsən, bu nədir? O ab-havanı, atmosferi yaradan azarkeşlərdir. Azarkeş. Stadionun quruluşudur. O şey ki, bizdə ona heç fikir vermirlər. Bizdə real, yəni, bəlkə yeni tikilən stadionlarda fikir verəcəklər. Bizim stadionları elə tikirlər ki, hələ bir çəkiliş olmayacaq ümumiyyətlə. Həm də elə olur ki, sənin sözünə qüvvət Harik. Deyib davam eləyərəm. Elə fanatlar da elə bilməsə komandanı səsləyəndə məsələn başqa klublarda, xarici oyunçu şeylərdə də, stadionlarda onun o şeyini, exosunu ya da səs şeylərini elə düzəldirlər ki, burada məsələn əlbəttə. Hey, məsələn Dinamo, Zagreb. Biz Zagrebdə oynanda bax Neftçidən. 11-ci ildə baxırdın ki, bunlar nə danışır? Bizdə burada nə bir deyirsən ki, məsələn Neftçi məsələn nə bilim 11-ci ildə səs havaya getdi, eşidilmir. 11-ci ildə Neftçi arenada azarkeşlər tərəfindən. 11-ci ildə yəni demə 11-ci 11-ci ildə indiki kimi yadındadır. 2011. Avroviziya, yox, 1911-də yadıma salıram. Şeydir, Avroviziya qalib gəldi ya bizə. Eldar və Nigar Camalla. O ərəfələrdə mən İstanbulda idim. Bowling üzrə turnir idi. Ora getmişdim. Və elə demək olar o həmin o Avroviziyadan 2 gün sonra Qalatasarayın oyunu var idi. Yanılmıramsa Kayseri Sporla. Qalatasarayda da o vaxt Hacı idi, məşqçi. Milan Barışın vaxtları idi. Milan Barış oynayırdı. Məşqçi ola bilər Hacı deyil idi, bəlkə o bir oyun dedi. Amma Milan Barışın oynadığı şeydir. Həmin sezonda yəni baxa bilərsiniz. Qalatasarayın yetim vaxtları idi. Məncə mənim ağlıma gələn, yadıma düşən ən bərbad sezonunu keçirdi Galatasaray. Keçən şəpildədirdi bunlar. Gələn hər qəzet şeyləri başlıqları bizə nə idi? 35 il sonra Galatasaray Samsun'a yenildi. 70 il ərzində ilk dəfədə Galatasaray Anadoluda bir qol vura bilmədi. Yəni belə bədbaxt vəziyyətlər idi. Nəysə, dostumla səhər tezdən oteldən çıxanda dedim, axşam gedək futbola. Gedək. Mən də mütəmadi olaraq gedirdim. Nəysə, çatdıq stadiona. Kimlə oynayırdı? Kayseri. Deyəsən Kayseri idi. Ola bilər başqa komanda, yadımda deyil. Baxın şeydir, 3-0, 3 dənə qol vurdu. Sonuncu Milan Barış 11 metrədən. Stadiona yaxınlaşırıq. Uca şey idi, Türk Telekom idi. Ali Samiyan yox idi o vaxtı. Türk Telekom idi o vaxt adı. İndi Rams Park Arena. Stadiona yaxınlaşırıq və bu proxod var ha, stadiona girmək üçün. Oradan səs eşidirəm. Ultraslanın. Dalğa gəlir. O cim bom bom. Ya bunlar oxuyurlar. Biz çatana qədər 1 saniyə belə yağmur. Oyunla 1 saat var. 1 saat var. Səs dedim valla bu dedi bu nə səsdir? Birinci dəfə futbola getdim dedim ha burası stadiondur qardaşım. Burası Ali Samiyan şeydir. Türk oldum rəsmi. Yəni dedim 53 minlik stadion. Birinci dəfə gedirdi. Birinci dəfə futbola gedir. Sözümün can tamam başqadır ya. Dedi. Qalatasarayın yetim vaxtlarıdır ya, bərbad oynadığı vaxtlardır. Adına da onun. O dedim, 51 stadionda neçə nəfər var? 30 min dedim, 30 min, 53 min deyirəm, amma qardaş, burada. Yəni stadion fulldur, fikrin Azərbaycana getməsin, 100 nəfər, 80 nəfər adam gəlir. 2011-də Azərbaycanda normal nəysə, stadiona girdik, o atmosfer var ha, baxırsan, bütün stadion sarı-qırmızı, deyək ki, yoxdur. Yoxdur. Brat,
5-6 min nəfər adam oturublar. Hə, küsüblər də. Ümumən küsüblər də. Pis vəziyyətdə, sözümün canı qalsaran pis vəziyyətdə oyuna 1 saat qalıb. Sənin sözünə gətirirəm. Stadionun akustikası elədir ki, bu 5 min nəfər oxuyur ha. Bütün stadionun səsi çıxır. Yəni o atmosferi yaşayırsan. Bizdə misal üçün bax Toronto'nun oyunlarına baxıram. Hər şey yaxşıdır. Azarkeş gəlir. Elə bilsən Avrokubok görürsən. Amma hələ bilirsiniz necədir? Hələ belə restoranda toydan çıxıb palatka toyuna gedimsən. Yəni o tribunaların düzülüşü, yəni Neujeli onu heç olmasa bir yumru formada. Hələ keçək Toronto'muza, Araz Naxçıvan Toronto'muz qarşılaşmasına. Onun elə standart hamıda quruluş. Neyinirsən sən? Onu göstərirəm. Bax Sumqayıtın stadionu, bax futbolun stadionudur. Kəpəzin stadionu inanıram ki, yaxşı olacaq. Neftçi Arenanı, vəbşə ümumiyyətlə Azərbaycanın ən bomba 2 dənə futbol stadionu var. Neftçi Arena, bir də ASK-dır da, indi də Şəfa, keçmiş Şəfa. Yeri gəlmişkən Ask Arena, yeri gəlmişkən o keçən verilişlərimizin birində danışırdıq Barcelona futbol məktəbi ya. O dəqiqləşdi və orada olacaq. Verəcəklər.